Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Aysun İsmailova sosyal medya hesabında yepyeni video ve fotolar paylaşıp sənətçi qızı Sevginin ilk bağçaya gideceğini ve artık bağçanı seçtiğini qeyd edib. Aysun İsmailova həm də kövrəlib o qeyd edib ki, məni ancaq analar başa düşər. Sözü gedən foto ve videoları sizlərə təqdim edirəm. Saçın ne güzeldi. Kim yığdı? Ayçı. Yalan deme. Oradan Aygün yığdı. Mən durğuzmadım ki saçımı yığ. Durğuzdun anamı. Oh. Ne diyor? Anam durğuzdun ki saçımı yığ. Yalancı. Yalan danış. Sabah. Seni kubanım. Sabah. Dinen tarıktın. Baktım. Aşkım sen ne yedin yuxudan duranda? Saftirikdə ne yedin? Çıktı. Yalan danışma. Ne sup? Ne yedin indi duranda? Makaron. Yalan danışma. Yuxudan durdun, ne yedin? Zaftirik. Ne elədin zaftirikdə? Yu. Efa. Ne? Efa. O ne deməkdir? Efa. Az artistikalık. Artistikalık eləyirsən o. Deyirəm ki, uşaqlar, maşallah dediğimiz 2 gün yaşayır. Dünən deyirdim hava çok istidir, çok istidir. Gördünüz bugün küləyi? Elə sus dənə. Ay kızım, sen bağçaya bakmağa geldin, ananın yüreği. Ay sen ne tez büyüdün. Kızı bakkallarına bakın. Göster akkallarını, kasıfkalarını göster. Aa, geçen. Ne güzel. Saçlarını kim yığdı? Anne. Demek sevginin bağçasını seçdik artıq. Qərarlaşdıq. Hansı bağçaya qoyacağımı. Və onu deyim ki, mən o vaxt Yağmur balaca olanda hər zaman istəyirdim ki, Yağmur orada oxusun. Oran məktəbində. Amma qismət elə oldu ki, qızım oranın bağçasına gedəcək. İnşallah ki, məktəbinə də getmək nəsib olar. Düzdür, bir balaca kövrəldim. Mən baya həssas insanam, amma mənə analar başa düşər deyə düşünürəm. Nə bilim, deyirlər ki, ilk dönəmlərdə belə olur, amma sonradan artıq keçir bu həssaslıq yəni. Bugün evde en sevdiğim yemekler pişiriyoruz bugün en sevdiğim yay yemeği. Karaves ve toyuk. İlk dəfədir ki, multika baxmağa icazə vermişəm. Çünki normalde 2 dəqiqəlik baxırdı, dırnağını tutanda veya saçını yığanda, vəsə. Necə həvəslə baxır. Karaca kız. Bugün vlog çekiyorum. En sevdiğim peeling. Bu neydi? Ha? Önce parlıyor. Bak. Bak. Parlaklığı da görsen. Hayatımdan parlak. Do we think you can do it? Anita Tosa. Baba. Bugün makyaj etmeyeceğiz çünkü kaş laminasyasına gelirik. Shakira, ¿eres tú? Maçımı satıram. Haberin olsun. Senden ayrılıyorum. Hadi ben ayrılmak istiyorum. Hoşuma geldi. Açıl susam, açıl. Açıl susam, açıl. Ayrılsak ölürüz.
day. Qaşlarımız artıq hazırdır. Qaşınızın hazır vəziyyəti demək olar ki, budur. Sadəcə indi preparatlara görə qaşında parıltı var. Sabahlarım yuyandan sonra daha pışın olacaq və daha doğal göstərəcək. Teşekkür ederim. Bugünlük bu kadar. Gelen vloglarda görüşürüz.